Salam. İnsanların marağında olan suallarından birinə cavab tapmağa çalışaq. Tikinti şirkətləri şəxsi mülkiyyətindən imtina etməyə məcbur edə bilərmi? Bu formada cavablandırmağa çalışaq. Bir qayda olaraq, tikinti şirkətləri mülkiyyətindən imtina etməsi və ya köçməsi üçün şəxsə kompensasiya məbləği təklif edir. Bu zaman aşağıdakı məqamlara diqqət etmək lazımdır. Birinci, kompensasiya məbləğinin adekvatlığı. Yəni, biz burada konkret olaraq dövlətin yox, şəxsi tikinti şirkətlərin hərəkətlərinə baxacaq, bunu da unutmayaq. Bir qayda olaraq, mülkiyyətçi şəxsi tikinti şirkətlərin layihəsi ilə tikinti aparılan ərazidəki evindən razılığı yoxdursa, çıxarıla bilməz. Şirkət yalnız bazarlıq apararaq, müstəqil, kənar qiymətləndiricilər cəlb edərək razılıq əldə etməlidir. İkinci alternativlərə baxılmalıdır. Yəni, pul kompensasiyası əgər bunu qane etmirsə, mənzil və ya obyekt istənilməli və ya təklif olunmalıdır. Üçüncü çox vacib məqam şifahi razılaşmalardansa yazılı razılaşmalara üstünlük verilməsidir. Lazımsa hüquqi dəstək belə kənardan alasınız. Dördüncü məsələ, bildiyimiz kimi konstitusiyamıza və mülki məcəlləməsə əsasən mülkiyyət hüququ toxunulmazdır və yalnız qanuni əsaslarla məhdudlaşdırıla bilər. Ev sahibi və ya digər mülkiyyətçi kompensasiya məbləği ilə razılaşmırsa, onu məcburi şəkildə evindən çıxarmaq qanunsuzdur. Əgər şirkət məcbur etməyə çalışırsa və ya təzyiq göstərirsə, hüquqi yardım almaq və məhkəməyə müraciət etmək məsləhətdir. Bu dediklərim məqamlara diqqət edilməli. Cəmiyyətdə bu kimi negativ halların baş verməməsi üçün əhalinin maarifləndirilməsi çox önəmlidir.